sosial şəbəkələrdə İsrailin tərəfini saxlayan var ki, bizə harop satıblar, filan ediblər. Pulla verib də, havayı verib bizə. Amma sizə sual verim də, bu dəqiqə baxın o gün dünən Netanyahu status yazmışdı. Türkiyəni açıq təhdid eləyirdi və Erdoğanı təhdid eləyir ki, bu soyqırımçı baxın adam Erdoğan barəsində beynəlxalq məhkəmənin həbs qərarı var. Beynəlxalq məhkəmə. Uşaq qatili bu deyir Erdoğan. Baxın, indi sabah İsraillə Türkiyə arasında qarşıdurma olsa, Azərbaycan mövqeyi necə olacaq? Əlbəttə Türkiyənin yanında olmalı. Biz bunu düşünməliyik. Bu gün İsrailin o vəhşiliklərini dəstəkləyənlər onu düşünməlidir. Qardaş, bunun yolu sabah gedib bizim qardaşımıza. İsrail deyiləm, İsrail kim olur olsun, amma bizim təbii qardaşlığımız Türkiyə ilə. Elədir. Türkiyəyə qarşı kim olacaqsa biz ona qarşı olacağıq. Elə də olmalı. Cəmiyyət olaraq. Bəli, elə də olmalı. Çünki Zahir bəy, bəzən bizimkilər bilirsiniz euforiya qapılır. Bəziləri Rus meylənir, bəziləri qardaşlar, baxın 18-ci ildən bu tərəfə götürün də. Rus bolşevik səni burada qıranda Nuru Paşa gəldi. Bəli. Əndər Paşa göndərdi. Yəni türklər gəldi. 93-cü ildə, 90-cı illərin əvvəllərində səni ilk müstəqil dövlət kimi türklər tanıdı. Qarabağ savaşında əlindən gələni elədi. Bəzən bizim siz deyin təbii seçimimiz Türkiyədir. Başqa seçimimiz yoxdur. Biz Ruslarınla müttəfiq olmuşuq, SSR-də bir yerdə olmuş, onların bizə münasibətini görmüşük. Yox, müttəfiqlik başqa şeydir. Müttəfiq yenə ola bilərik, Rusiya ilə də ola bilərik, İsrail ilə də, nə bilim, başqaları ilə də. Amma bizim təbii qardaşlığımız Türkiyə iləndir. Kim Türkiyəyə qarşı olacaqsa, ki bizim müttəfiqimiz olsa belə, biz də avtomatik onun qarşısında olmalı. Əgər kimsə Türkiyəni təhdid edirsə, biz artıq onun kimliyindən asılı olmayaraq Türkiyənin yanında olmalıyıq. Necə ki Türkiyə də bizim yanımızda olur. Məsələn, sabah Amerika, Rusiya, Amerika kim olur? Çin, Azərbaycanı təhdid eləsə bizim yanımızda kim olacaq? Türkiyə istisnasız olaraq. Eləcə də biz də mənə belə gəlir ki, bu məsələlərdə bir daha deyirəm, bu İsrail məsələsi belədir ki, dediyim kimi, burada baxıram kimlərsə ola bilər İsraildə övürlər, türklər deyir də, övmək deyirlər. Tərifləyirlər. Yəni tərifləyirlər. Amma nəyini, məsələn, mənim üçün, mən bilirəm ki, bizim mütləq əksəriyyətimiz üçün belədir ki, birinci növbədə Azərbaycan dövlətinin maraqları var. Təbii. Öz dövlətimizin. Və ikinci növbədə biz düşünməliyik ki, orada başına bomba yağdırılanlar bizim qardaşlarımızdır. Və başqa bir məsələ. Və bu İsrail durub Türkiyəni təhdid edir. Türkiyəni təhdid eləmək. Hələ buranı qurtarmamış Türkiyəni təhdid edir. Azərbaycanı təhdid eləmək deməkdir. Eynən.